Salam əziz müəllimlər, dəyərli MİQ və sertifikasiya namizədləri. Hər birinizi salamlayıram. Bu gün natural ədədlər dərsinin tam formada izahını verəcəyəm. Əvvəl bunu qeyd edim ki, dərs izahını müəllifi Rəvana Dövlətova olan Doktor Məhv kitabı üzərində verəcəyəm. İndi isə dərs izahına başlayaq. Deməli, bu gün izah edəcəyim natural ədədlər dərsində biz bunları öyrənəcəyik. Əvvəl bunun haqqında bir qədər məlumat verim. Əvvəl biz say sistemlərini, rəqəmlər, ədəd oxu və onun növləri, natural ədədlər, küt və tək natural ədədlərin onluq yazılışı, əməllər sırası, natural ədədlər üzərində əməllər və onların yuvarlaqlaşdırılması, bölünmə əlamətləri, qalıqsız və qalıqlı bölmə, sadə və mürəkkəb ədədlər, qarşılıqlı sadə ədədlər, əbob və əkob. Bunları siz bu dərs izahında öyrənəcəksiniz. Əvvəl başlayaq say sistemlərindən. Baxın, say sistemlərinin iki növü var. Mövqəli və mövqəsiz say sistemləri. Mövqəsiz say sistemləri nədir? Rəqəmlər ədədin yazılışındakı yerindən asılı olmayaraq hər zaman eyni bir ədədi bildirir. Məsələn, Roma-Rum rəqəmləri bura aiddir. Yəni, burada rəqəmlər yəni harda olursa olsun eyni bir ədədi bildirir. Məsələn, bir nümunə göstərək. Məsələn, burada mən 106 ədədinin yazılışını verdim. Göründüyü kimi, baxın, 106'dır. Burada 1 harda yerləşir? Sonda yerləşir. Yenə də 1 verir. 5 ortada 5 verir. Baxın, burada 106 verdi. Məsələn, bu belə də olsaydı, məsələn, baxın, yenə də 4-cü yerdədir, yenə də 1 verdi. 1 burada, 1'in qiyməti dəyişmədi. Baxın, 5 əvvəl burada idi, indi buradadır. 5'in qiyməti baxın dəyişmədi. Yəni mövqəsiz say sistemlərində rəqəmlər ədədin yazılışındakı yerindən asılı olmayaraq hər zaman eyni bir ədədi bildirir. Bura aiddir. Yəni Roma-Rum rəqəmlərinə aiddir. 1, baxın bu 1 belə işarə olunur. V formada 5, X formada 10, L formada 50, S formada 100, D formada 500 və M formada 1000 işarə olunur. Rum rəqəmləri ilə ədədlərin yazılışında eyni bir rəqəm bir-birinin ardınca 3 dəfədən artıq yazıla bilməz. Məsələn, baxın, mən S 4 dəfə mən belə yaza bilmərəm. Maksimum bu qədər, 3 dəfə yaza bilərəm. Bu qaydaya mütləq diqqət etmək lazımdır. Bu formada, yəni belə. Məsələn, baxın, tutaq ki 4 yazmaq istəyirəm. 14 yazaq. 10 belə yazmaq olmaz. 14 belə deyil. 14 baxın belədir. Bu 14'dür. Bu yazılış isə səhv idi. İndi Rum rəqəmlərinin oxunuşu zamanı böyük rəqəmin sonundakı ədəd çıxılır, sağındakı ədəd toplanılır. Burada bir dənə demək ədəd yazıblar. İndi baxın bunun hesablanmasına baxaq. Baxın, SDX 1x. Burada baxırıq. SD'nin D 500'dür, S 1000'dir. S 100'dür. SD'nin demək görürük ki solunda yerləşir. Deməli 500'dən 100'ü çıxırıq. Plus X 10. Bax, D'nin sağındakı ədədə baxırıq. Budur. Ən böyük ədəd D'dir. D'nin solunda S'dir. Deməli 100 çıxılır. Sağında X 1x'dir. Bu da toplanılır. Bu da eləyir 19. Baxın, bunu ayrı formada hesablayaq. Tam sizə aydın olsun. Baxın, 10
X'in solundakı ədəddə baxın, bu 9'dur. 10 minus 1 solunda yerləşir. 9. 10 plus 9 bərabərdir 19. Baxın bu formada hesablandı. 500 minus 100 plus 19. Yəni 419. Bəs mövqeyi say sistemləri nədir? Ədədlərin rəqəmləri yazıldığı mərtəbədən asılı olaraq qiymətini dəyişir. İstifadə etdiyimiz onluq say sistemi buna nümunədir. Baxın, məsələn, 419'da burada 9 burada 9'u bildirir. Amma yəni təkliyi bildirir. Amma 916'da 9 artıq yüzlüyü aiddir. 9 burada yüzlüyü bildirir. 9 100. Amma burada 9 təklikdə yerləşir. Və indi deməli davam eləyək rəqəmlərlə. Azərbaycan dilində sözləri yazmaq üçün əlifbadan istifadə olunduğu kimi, riyaziyyatda da ədədləri yazmaq üçün rəqəmlərdən istifadə olunur. Rəqəmlər ədədləri yazmaq üçün istifadə olunan simvollardır. 10 dənə rəqəm vardır. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunlar rəqəmlərdir. Hər bir rəqəm həm də ədəddir. Lakin bütün ədədlər rəqəm deyil. Baxın, ədədlər rəqəmlər vasitəsilə düzəlir. Məsələn, 47 nədir? Ədəddir, amma rəqəm deyil. Rəqəmlər yalnız baxın bunlardır. 94 bu ədəddir. 9 və 4. Bunlar isə rəqəmdir. Yəni 94 rəqəmlər vasitəsilə baxın burada düzəlir. Ədəd oxu və onların növləri. Varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışa ədəd deyilir. Ədəd oxu. Üzərində başlanğıc nöqtə, istiqamət və bərabər bölgü vahidi olan düz xəttdir. Ədəd oxunun hər bir nöqtəsi baxın, üzərində başlanğıc nöqtə baxın verilib, istiqamət, 2 dənə istiqamət burada var və bərabər bölgü. Baxın burada hər birində bərabər bölgü vahidi verilib olan düz xəttdir. Ədəd oxunun hər bir nöqtəsi bir həqiqi ədədə uyğundur və bunun tərsi də doğrudur. Yəni hər bir həqiqi ədəd ədəd oxunda bir nöqtəyə uyğundur. Ədəd oxu üzərində həqiqi ədədlərin aşağıdakı növləri vardır. Əvvəl natural ədədlər, baxın natural ədədlər bunlardır. Baxın bu tərəfdə yerləşir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 bu formada. Mənfi olmayan tam ədədlər, yəni baxın natural ədədlər 1-dən başlayır. Mənfi olmayan tam ədədlər baxın bu formadadır. Belə. Tam ədədlər baxın bunları da artırıram. Bunlar hamısı bir yerdə. Bunlar tam ədədlərdir. Yəni amma yəni kəsr formada olmasın amma. Tam formada olsun. -5, -4, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5 bu formada bunlar hamısı tam ədədlərdir. Rasional ədədlər nədir? Bunlar kəsr formasında göstərilə bilən ədədlərdir. Amma elə ədədlər vardır ki, onlar kəsr formasında göstərilmək olmur. Bunlar irrasional ədədlərdir. Bura kökdə 2, 2,71, kosinus 15 bura aiddir. Yəni bütün baxın bu formada bir şey də göstərim sizə. Natural ədədlər daxildir demək tam ədədlərə. Tam ədədlər bunu Z formasında göstərək. Tam ədədlər də bu da daxildir rasional ədədlərə. Rasional ədədlərə. Bir dənə də var burada irrasional. Bunlar birlikdə adlanır. Bunlar həqiqi ədədlər. Bunlar hamısı bir yerdə deməli həqiqi ədədlər adlanır. Bütün bu ədədlərin hamısına birlikdə həqiqi ədədlər deyilir. İndi başlayaq natural ədədlərə. Natural ədədlər əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Ən kiçik natural ədəd 1-dir. Ən böyük natural ədəd isə
Məlum deyil. Ona görə ki, sonsuz saydadır. Sıfır natural ədəd deyil. Natural ədədlər ardıcıllığı 1, 2, 3, n kimidir. Buna natural sırada deyilir. Sonra cüt ədədlər və tək ədədlər. Tam ədədlər cüt və tək olmaqla 2 ilə bölünür. Baxın, tam ədədlər. Yəni natural ədədlər də onsuz buraya daxildir. Tək ədədlər və cüt ədədlər. Tək ədədlər 2-yə bölünməyən və ya son rəqəmi 1, 3, 5, 7, 9 olan ədədlərdir. Yəni məsələn mənfi 47 də bu da tək ədəddir. Mənfi 63 də bu da tək ədəddir. Və ya müsbət 49, 51 bunlar da tək ədədlərdir. Yəni sonu 1, 3, 5, 7, 9 da bitməlidir. Mənfi tam ədədlərdə tək ədəd ola bilər. Cüt ədədlər 2-yə tam bölünən və ya son rəqəmi 0, 2, 4, 6, 8 olan ədədlərdir. Mənfi tam ədədlər də cüt ədədlər ola bilər. Yəni məsələn, mənfi 48, 52, 54, mənfi 108 bunlar cüt ədədlərdir. 0 cüt ədəddir. Çünki 2-yə tam bölünür və özündən sonra tək ədəd gəlir. Baxın, indi burada verildi. Ardıcıl natural ədədlər. N plus 1, n plus 2, n plus 3 bu formada göstərilir və sonsuz saydadır. Ardakil cüt natural ədədlər 2n, 2n plus 2, 2n plus 4 sonsuz saydadır. Ardakil tək natural ədədlər isə n plus 2, n plus 4 formasında göstərilir. Və ya bunu biz yəni ümumilikdə isə baxın biz cüt və tək ədədləri belə də göstərə bilərik. 2n minus 1, 2n plus 1, 2n plus 3. Tək ədədləri biz bu formada davam edə bilər. Yəni bu formada göstərə bilərik. Bunlar hamısı, yəni n-in istənilən natural qiymətində bunlar tək qiymət alır. Cüt natural ədədləri isə baxın 2n, 2n plus 2, 2n plus 4 formasında göstərilir. Belə. Ardıcıl, baxın birdən başlayaraq baxın, burada diqqət yetirin. Birdən başlayaraq ardıcıl natural ədədlərin cəmi n vur n plus 1 bölü 2-yə bərabərdir. Bu düsturu yadda saxlamaq lazımdır. Tək ədədlərin cəmi n kvadratına bərabərdir. Birdən başlayaraq, baxın, birdən başlayaraq. Bu 2-dən başlayaraq cüt ədədlərin cəmi isə n vur n plus 1-ə bərabərdir. Bunları mütləq yadda saxlayın. Bir misal verilib burada. 3 ardıcıl tək natural ədədin cəmi 75 olarsa, bu ədədləri tapın. Baxın, bir ədədi götürək n. Tək ədədlər hamısı tək ədədlərdə, cüt ədədlərdə bir-birlərindən 2 vahid fərqlənir. Ona görə biri n-dir, o birisi n plus 2, o birisi də n plus 4-dür. n plus 2 plus n plus 4 bərabərdir 75. 3n plus 6 bərabərdir 75. N bərabərdir 23 tapılır. İndi bu ədədləri tapın. Baxın, biri deməli 23-dür. Biri 25-dir. Biri də 27-dir. Baxın, bu formada tapıldı. Ədədlərin hamısı tapıldı. Praktiki üsul isə belədir ki, ortadakı ədəd 75-i bölürük 3-ə 25. 25 minus 2, 23. Böyük ədəd isə 25 plus 2 bərabərdir 27 olur. Cüt və tək ədədlərə aid xassələr. Baxın, bu xassələri əzbərləməyə o qədər də ehtiyac yoxdur. Bunlar onsuz da yadda qalır. Tək ədədlə tək ədədin cəmi cüt ədəd verir. Məsələn, ən sada yolu budur ki, buraya rəqəm qoyun. 1 plus 1 bərabərdir 2. 2 də cüt ədəd verdi. Və ya tək plus cüt bərabərdir tək verir. Yəni məsələn 1 plus 2 bərabərdir 3. 7 plus 4 bərabərdir 11. Yəni qiymət qoyun bura. Tək üstü n bərabərdir təkdir. Bu yəni sadədir bu. Baxın 7 üstü 2-də, 7 üstü 3-də, məsələn 1 üstü 1-də, 1 üstü 2-də hamısı 1 ilə bitir. Baxın bu tək üstü n təkdir, cüt üstü n də hər zaman cüt verir.
Belə, yəni bu formada onsuz da yadda saxlaya bilərsiniz bunları. Əzbərləmək lazım deyil. Məntiqini anlayan yadınızda qalar mütləq. Sonra natural ədədlərin onluq say sistemində yazılışı, mərtəbə vahidlərinə görə ayrılışı. Natural ədədlərin yazılışında rəqəmin tutduğu yer mərtəbə adlanır və sağdan sola doğru düzülür. Baxın, məsələn, bir ədəd verək. 4 rəqəmli olsun. Baxın, sağdan sola doğru, sağdan sola. 6 təklik, 6 deməli, yəni təkliklər mərtəbəsində 6-dır, onluqlar mərtəbəsində 5-dir, yüzlüklər mərtəbəsində 4-dür, minliklər mərtəbəsində isə 7-dir. Baxın, siniflər burada verilib. Təkliklər, minliklər, milyonluqlar, milyardlıqlar. Siniflərdir. Baxın, siniflər, təkliklər, minliklər, milyonluqlar, milyardlıqlar. Təkliklər sinifinə baxın bu mərtəbələr aiddir. Təkliklər, onluqlar, yüzlüklər. Təkliklər sinifinə bu mərtəbələr aiddir. Təklik, onluq və yüzlük deməli nə oldu? Mərtəbə. Təkliklər bu isə ümumilikdə bu sinifdir. Minliklər sinifinə aiddir. Minliklər, milyon, 10 minliklər və 100 minliklər mərtəbələri. Milyonluqlar sinifinə aiddir. Milyonluqlar, 10 milyonluqlar və 100 milyonluqlar mərtəbələri. Milyardlıqlar sinifinə aiddir. Milyardlıqlar, 10 milyardlıqlar və 100 milyardlıqlar mərtəbələri. Baxın, indi burada adlandırıb. 6 milyar 352 milyon 154 min 271 ədədini verib. Baxın. 1 nədir burada? Təklikdir. 7 nədir? Onluqdur. Təklik, onluq, yüzlük. Təkliklər sinifidir. Təklik 1 təklikdir, 7 onluqdur, 2 yüzlükdür. 4 burada minliklər mərtəbəsində yerləşir, 5 10 minliklər, 1 100 minliklər mərtəbəsində yerləşir, 2 milyonluqlar, 5 10 milyonluqlar, 3 100 milyonluqlar, 6 milyardlıqlar mərtəbəsində yerləşir. Baxın bu formadır. Təkliklər, minliklər, milyonluqlar, milyardlıqlar bunlar isə nədir? Siniflərdir. ABCD natural ədədinin mərtəbə vahidlərinin ayrılışı. ABCD rəqəmlərdir və A bərabər deyil 0, çünki 0 ilə başlayan ədəd yoxdur. Onu baxın A bərabər deyil 0 onsuz da burada verilib. ABCD ədədində məsələn burada 7354 ədədi verilib. Burada 7 minlik var. Baxın, bilək göstərək. Baxın. Burada 4 dənə. Bu 4 nədir? Təklik, onluq. Baxın, təklik, onluq, yüzlük, minlik. 4 dənə təklik var. 4 dənə yox. Baxın, 7354 təklik, onluq, 4-ə qədər saxlayırıq burada. Məsələn, bunu tam formada sizə izah edeyim burada. Tam aydın olsun. Məsələn, həmin ədədi yazaq. 7354. Təklik. 4-dən başladıq, bu təklik. Təkliyə qədər 7354. Deməli, 7354 dənə təklik var. Təklik onluq. Onluğu da dayan buradan buraya qədər. 735 dənə nədir? Onluq var. Təklik, onluq, yüzlük. Buradan bura. Deməli, 73 dənə nədir? Yüzlük var. Təklik, onluq, yüzlük, minlik. Deməli, 7 dənə nə var? 7 dənə də minlik var. Baxın bu formada. 7354 təklik, 735 onluq, 73 yüzlük, 7 minlik var. Belə bu formada. Baxın burada da yəni verilib, yəni təklik mərtəbəsində B rəqəmi, onluq mərtəbəsində C rəqəmi,
yüzlük mərtəbəsində B rəqəmi, millik mərtəbəsində A rəqəmi var. 7354 ədədində təklik mərtəbəsindəki rəqəm 4-dür, onluq mərtəbəsindəki rəqəm 5-dir, yüzlük mərtəbəsindəki rəqəm 3-dür, millik mərtəbəsindəki rəqəm 7-dir. İndi burada bir misal verib deyir bunu həll edin. Bu misalı indi həll edək. ABC deməli minus AB bərabərdir 143. Deməli ABC minus AB bərabərdir 143. Üzərində xətt veriləndə, yəni bu ədəddir. Bu tam formada ədəddir. Bu vurma deyil. Üzərində xətt verilibsə, bu deməli nədir? Ədəddir. Bunu indi bu formada göstərək. 100A plus 10B, yəni mərtəbə vahidlərinə görə ayıraq. Minus 10A plus B bərabər 143. Bunu indi 100A plus 10B plus C minus 10A minus B bərabər 143. Deməli 90-a 10B minus B minus 9B plus C bərabər 143. Bizden ne istəyir orada? Burada deməli C yox, 8 idi. A plus B cəmini istəyir bizdən. Burada bu 8'dir. Yəni C-nin yerində burada 8 yazaq. Aha. Deməli burada da 8 yazaq. Deməli 90A minus 9B nəyə bərabər olur? 135'e. A plus 9B deməli 90A plus 9B bərabər 135'e. 9 vur 10A plus B bərabərdir 135'e. Hər tərəfi 9'a bölsək elədir 10A plus B bərabərdir 15'e. 10A plus B nəyə bərabərdir? 10A plus B AB'nin açılışıdır. Mərtəbə vahidlərinə görə. Deməli AB bərabər oldu nəyə? 15'e. AB nə oldu? 15. Deməli burada da deməli AB əgər 15'dirsə, deməli A 1, B də 5'dir. Toplayırıq eləyir 6. Bunun praktik həll üsulu da vardır. Təbii ki, AB 8 minus AB bərabər 143. Baxın bunu da bu formada tam formada göstərək. Beləydi. AB 8 minus AB bərabərdir 143. Bax, 8-dən nə çıxanda 3 edir? 5. Deməli B 5'dir. B 5 olduğu tapdıq. 5'dən nə çıxanda 4 edir? Deməli A da bərabərdir 1'dir. Deməli A bərabərdir 1, B də bərabərdir 5. Bu formada praktik üsulla deməli nədir? Tapa bilirik. Sonra növbəti misal. 2 rəqəmli AB ədədi üçün AB bərabərdir 3A plus 4B olarsa A plus B cəmini tapın. AB nəyə bərabərdir? 10A plus B bərabərdir 3A plus 4B. 10A minus 3A bərabərdir 4B minus B-yə. 7A bərabərdir 3B. Deməli burada nədir? Bu bərabərliyin doğru olması üçün nədir? A bərabərdir 7 olmalıdır. B bərabərdir deməli A bərabərdir 3 olmalıdır. B bərabərdir 7 olmalıdır. Onların cəmi də eləyir 10. Baxın bunu yadınızda saxlayın ki, AB böl AB böl AB bərabərdir 101 olur.
Bunlar da asandır yadınızda saxlayın. ABC, ABC böl ABC bərabərlik 1001, ABC'də ABC'də böl ABC'də olanda isə 10.000-də 1 edir. Buna aid misallarda bu formada göstərilir. 151.515 böl 15 10.101 edir. Yəni bu formada davam edir də bu. Bunu öz yadınızda saxlayın. Əməllər sırası natural ədədlər üzərində əməllər və onların yuvarlaqlaşdırılması. Natural ədədlərin cəmi, asli, qüvvəti həmişə natural ədəddir. Natural ədədlərin fərqi və nisbəti natural ədəd ola da bilər, olmaya da bilər. Baxın, bunu bu formada göstərək. Məsələn, 4 də natural ədəddir, 2 də. 4 plus 2 6 edir. Yəni toplayanda hər zaman tutaq ki 1000 olsun, plus 7 olsun, 1 olsun, plus 4 olsun. Görürük ki, hər zaman nədir? Natural ədəd verir. Onların hasili də natural ədəddir. Baxın, 4 vur 2 olsun, bu 8 verdi. 1000 vur 7 olsun, bu 7000 verdi. 1 vur 4 olsun, bu 4 verdi. Hər zaman natural ədədi verdi. Ən böyük k rəqəmli natural ədəd 9999 bu formadadır. Ona görə ki, ən böyük rəqəm 9-dur. Ədədlərdə rəqəmlər vasitəsilə düzəlir. Rəqəmlərin müxtəlif olan ən böyük k rəqəmli natural ədəd isə 9, 8, yəni 9-dan sonra 8 gəlir, 8-dən əvvəl 7, 7-dən əvvəl 6. Ondan əvvəl də 5 gəlir. Bu formada yazırıq ki, deməli ədəd böyük olsun. Müxtəlif rəqəmli dediyinə görə. Ən kiçik k rəqəmli natural ədəd isə baxın 1 baxın 1000 gəlir. Ona görə ki, ən kiçik rəqəm 0-dır. Rəqəmlərin müxtəlif olan ən kiçik k rəqəmli natural ədəd 10.234 formasında davam edir. Ona görə ki, 3-ü biz əvvəl yaza bilmərik. Ona görə ki, 3 2-dən daha böyükdür. Bu formada davam edir. Bunun da məntiqlə baxanda yadınızda mütləq qalar. Bütün rəqəmlərin müxtəlif olan ədədə unikal ədəd deyilir. Bütün rəqəmlərin müxtəlif olan ədədə. Yəni məsələn 9, 8, 7, 6, 5, 98.765 ədədi məsələn unikal bir ədəddir. Ona görə ki, bütün rəqəmlər nədir? Müxtəlifdir. Burada bir misal verib, nümunə olaraq bir misal verib, misala diqqət yetirək. Bütün rəqəmlərin müxtəlif olan 3 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Ən böyüyü müxtəlif rəqəm dediyinə görə 987-dir, ən kiçiyi isə 102-dir. Onların fərqi də təbii ki 885-dir. Polindrom ədəd. Sağdan və soldan oxunuşu eyni olan ədədlərə polindrom ədədlər deyilir. Baxın, bu 52.325 sağdan oxundu, soldan oxunanda yenə də 52.325 olaraq oxunur. Belə ədədlər deməli nədir? Polindrom ədədlər adlanır. Verilmiş aralıqdakı tam natural ədədlərin sayılması. A1 və A-nin ədədləri A1 ədədinə tam bölünərsə, həmin A1 A-nin parçasına D-yə tam bölünən ədədlərin sayının tapılması düsturu. Əgər A1 və A-nin hər ikisi daxildirsə, n bərabərdir A-n minus A1 bölü D plus 1. Amma əgər baxın, hər ikisi daxil olanda plus 1 gəlirik. Əgər biri daxil olarsa, elə olduğu kimi qalır. Dəyişdirmə, elə bu olduğu kimi qalır. Amma hər ikisi daxil deyilsə, minus 1. 1 çıxır. Yadınızda saxlayın. A-in burada sonuncu ədəddir. Bu A1 birinci ədəd. Ardıcıllığın artımı D-dir. N bütün ədədlərin sayıdır. Nömrələr verdi. A-in minus A1 bölü D plus 1. Məsələn, 3-ə bölünən 2 rəqəmli natural ədədlərin sayını tapın deyir. 3-ə bölünən ən kiçik 2 rəqəmli ədəd 12-dir, ən böyüyü 99-dur. 99 minus 12 bölü 3 plus 1 gəlir. Ona görə ki, 99 da 12 də hər ikisi 2 rəqəmli ədədlər çoxluğuna daxildir. Həmin ədədlərin cəmi isə SN ilə tapınılır. Bu düstur bildiyimiz kimi ədədi silsilənin düsturudur. SN bərabərdir A1 plus AN bölü 2 vur N düsturu ilə hesablanır.
Bunu belə də baxın bu formada S-in bərabərdir A1 plus A-n bölü 2 vur N. E, Yəni 12'den 1299 bölü 2 vur 30'dendir. Bu da 1665 edir. Həmin bu ardıcıllıqdır. Yəni bu formada. Yəni bax bu ardıcıllığın sanki cəmidir. Bu 12, 15, 18, 21 davam edir 99'a qədər. Belə. Bunun cəmi, bu ardıcıllığın cəmi S-in bərabərdir A1 plus A-n bölü 2 vur endüstri ilə hesablanır. Əməllər sırası. Mötərizə olmayan ifadələrdə mötərizə əgər nədir? Mötərizə əgər yoxdursa, əvvəlcə qüvvəti yüksəltmə, yəni birinci qüvvəti yüksəltmə, sonra vurma və bölmə, sonra sonda isə toplama və çıxma əməlləri yerinə yetirilir. Əgər mötərizə varsa, əvvəl mötərizəni yerinə yetirirsən, sonra yenə də bunları davam etdirirsən. Burada isə bunu qeyd edir. Əvvəl mötərizəni yerinə yetir, ondan sonra qüvvət, sonra toplama, vurma, bölmə, sonra toplama və çıxmanı yerinə yetirirsən. Bu da belə. Yuvarlaqlaşdırma bəs nədir? Natural ədədlər aşağıdakı qaydada yuvarlaqlaşdırılır. İki sadə qayda var. Bunu yadınızda saxlayın. Asanlıqla bütün ədədləri yuvarlaqlaşdıra bilərsiniz. Yuvarlaqlaşdırma tələb olunan mərtəbədəki rəqəm qeyd olunur. Əvvəl hara, yəni hansı mərtəbəyə qədər yuvarlaqlaşdırma lazımdır, həmin rəqəmi burada qeyd edirsən. Bu rəqəmin sağında 0, 1, 2, 3, 4 olduqda qeyd olunan rəqəm dəyişmir. Bu mərtəbədəki sağdakılar sıfırlarla əvəz olunur. Əgər bu rəqəmin sağında 5, 6, 7, 8, 9 olduqda qeyd olunan rəqəm bir vahid artırılır. Mərtəbələrdən sağdakılar sıfırla əvəz olunur. Məsələn, baxın, bir nümunə verdim. 30 3 milyon 627 min 845. Deyir onluqlara qədər yuvarlaqlaşdırın. Təklik, onluq. Onluqda nə yerləşir? 4. Nə deyir? 4'ü qeyd etdik. Deməli nədir? Deməli onluqlara qədər yuvarlaqlaşdırın deyirsə, bu 4 nə oldu? 4'ün sağındakı rəqəm 5'dir. Ona görə də bu onluqlara qədər yuvarlaqlaşdırdıqda nə oldu? Bu 50. Bu 5 oldu. Bir vahid artdı. Bu da sağında 0 yazılır. Yüzlüklərə qədər isə təklik, onluq, yüzlük. 8'dir. Onun sağında 4'dür. Ona görə də yüzlüklərə qədər yuvarlaqlaşdıranda artıq belə olur. 3 milyon 627 min 800 olur. 8 burada artmır. Ona görə onun sağında 4 yerləşir. Tam bölüm məlumatlarına indi baxaq. Ədədləri sıfıra bölmək mənasızdır. Sıfıra bölmək olmaz. Sıfıra istənilən ədədə vurduqda və ya böldükdə cavab yenə 0 alınır. Yəni baxın 0 böl 4 sıfıra bölmür. Yəni 0'a bölürük. İstənilən ədədə. Və ya vuranda da 0 vur 4 yenə də 0 verir. Belə. İstənilən ədədi 1'ə vurduqda və ya böldükdə cavab həmin ədədin özü olur. Tutaq ki 427 böl 1 yenə 427, 427 vur 1 yenə 427 verdi. 2'ye bölünmə. Son iki olan ədədlər 2'ye bölünür. 3'e bölünmə. Rəqəmlərin cəmi 3'e bölünən ədəd 3'e bölünür. 4'e bölünmə. Son iki rəqəmi 0 yaxud son iki rəqəmi 4'e bölünən ədəd 4'e bölünür. Son 0 və ya 5 ilə qurtaran ədədlər 5'e bölünür. Eyni zamanda 2'ye və 3'e bölünən ədədlər 6'ya bölünür. Belə 7'ye bölünmə əlaməti bəs nədir? Baxın bunu qeyd edim ki, baxın 7 bölünmə əlaməti burada yalnız bu düsturda yalnız 7'ye bölünüb bölünmədiyini yoxlayırıq. Bu düsturla nəsə bir qədər naməlum tipli məsələləri həll edə bilmərik. Burada yəni yalnız 7'ye bölünüb bölünmədiyini burada hesablayırıq. Yəni dərinliyinə getmirik bu düstur, yəni bu qayda ilə.
ədədi 7-yə bölünür yoxsa 7-yə bölünmür? Bu qayda ilə yalnız biz bunu təyin edirik. Növbəti məsələlərdə bunu tam sizə izah edərəm. Baxın 7-yə bölünmə məlumatına baxırıq indi. Ədədin sonuncu rəqəmini 5-ə vurub qalan hissəsi ilə toplayanda alınan kəm 7-yə bölünürsə, deməli ədədin özü də 7-yə bölünür. 532 ədədinə baxırıq. 53 plus 2 vur 5. Son rəqəmi 5-dir. 2-ni vururuq 5-ə 10. Deməli bunları da toplayanda 63 edir. 7'ye bölündüğü için 532'ye ədədi də 7'ye tam bölünür. 62 7'ye 9 da bölünür bildiyimiz kimi. Buna görə də deməli bu nə oldu? 532 ədədi 7'ye tam bölünür. Baxın bu formada məsələn 3003 ədədi də 300 plus 3 vur 5 315 edir. 315 də 7'ye 45 dəfə bölündüyünə görə 3003 ədədi də 7'ye tam bölünür. Davam edək. 8'e bölünmə əlaməti. Son 3 rəqəmi 0 və ya son 3 rəqəmi 3 rəqəmli ədədi 8'e bölünən ədədlər 8'e tam bölünür. Rəqəmlərin cəmi 9'a bölünən ədəd 9'a tam bölünür. 9'a bölünən bütün ədədlər 3'ə də bölünür, lakin tərsi həmişə doğru deyil. Məsələn, 9'a bölünən bütün ədədlər 3'ə tam bölünür. Məsələn, 9'dur, 3'ə tam bölünür. 18'dir, 3'ə tam bölünür. Amma məsələn 6 3'e tam bölünür ama 9'a, yəni 3'e bölünən bütün ədədlər 9'a tam bölünmür. Yəni tərsi həmişə doğru deyil. Baxın, məsələn 6 3'e tam bölünür amma 9'a tam bölünmür. Qalır 6 qalır. Sonu 0 qurtaran bütün ədədlər 10'a tam bölünür. 11'e bölünmə əlamətinə diqqət yetirək. Baxın, cüt yerdə duranlardan tək yerdə duranlara çıxırıq. Fərqi əgər fərq 0 verir və ya 11'ə tam bölünürsə, deməli ədəd 11'ə tam bölünür. Məsələn, burada 2, 3, 7, minus 4, 8, 4 bölü 8 bərabərdir 0. 4 bölü 8 bu fərq 0 verdiyinə görə deməli bu ədəd 11'ə tam bölünür. Və ya burada məsələn 11 də 22 də alınsaydı yenə də 11'ə deməli tam bölünərdi. 12'yə, baxın 12'yə bölünmə əlaməti 12 nədən ibarətdir? 3 və 4. Baxın 3 və 4 qarşılıqlı sad olduğuna görə götürdük. Məsələn 2 və 9 mən götürə bilməzdim. Burada yəni 3 və 4 daha yəni rahatdır. 3 və 4'ü götürün. 15, 3 və 5. Və məsələn 2 və 9'u götürmək olar onsuz da. Eyni zamanda 2 və 9 yox, 2 və 6 deyirdim, yəni burada qarışdırdım. Yəni eyni zamanda 2'yə və 6'ya bölünən götürə bilməliydik. Ona görə ki 2 və 6. 2 və 6 qarşılıqlı sada deyil. Yəni burada 3 və 4'dən ibarət olduğuna görə 3 və 4 qarşılıqlı sada olduğuna görə götürdük. 15, 3 və 5. 18, 3 və 6 götürə bilmərəm. 2 və 9 götürürük. Və ya məsələn 24 olsaydı 24, 2 və 12 olmaz. 3 və 8'ə, eyni zamanda 3'ə və 8'i bölünən ədədlər 24'ə tam bölünür. Belə. Son 2 rəqəmi 0, 0, 25, 50, 75 olan ədədlər 25'ə tam bölünür. Baxın bir misal verilib burada. Bunu gəlin həll edək. Baxın bu tipli məsələlərdə dedim, bayaq dedim, bunu demək istəyirdim mən sizə. Baxın. Hə. Baxın deməli bu tipli misallarda yəni naməlum bir ədəd verib ədədi 3 tam bölünür, B-nin ala biləcəyi qiymətlərin cəmini tapın. Baxın, bu qaydanı 7'yə bölmək üçün burada yalnız bu qaydanı mən bu tipli misallara mən tətbiq edə bilmərəm bu qaydanı. Biz tətbiq edə bilmərik. Bu qayda ilə yalnız 7'yə bölünüb bölünmədiyini hesablayırıq. Bunu yadınızda saxlayın. Amma digər bütün qaydaları bu tip məsələlər üçün biz istifadə edə bilərik. Məsələn burada 102.000
34 B ədədi 3-ə tam bölünür. B-nin ala biləcəyi qiymətlərin cəmini tapın. 3-ə tam bölünmə məlumatı nə idi? Rəqəmlərinin cəmi 3-ə tam bölünən ədəd, deməli 3-ə tam bölünür. Rəqəmləri toplayırıq. Deməli burada elədi 10 plus B. E, Burada B 2-yə əgər olarsa 3-ə tam bölünür, 5 olarsa 3-ə tam bölünür, 8 olarsa 3-ə tam bölünür. Mən burada artıq 8-dən yuxarı götürə bilmərəm. Məsələn, burada mən 11 axı götürə bilmərəm. 11 özü rəqəm deyil. 11 rəqəm deyil. B isə burada rəqəmdir. Ona görə 11-i mən götürə bilmərəm. Burada da 2, 5 və 8 oldu. Onları da toplayanda elədi 15. Qeyd. Toplananların hər biri A ədədinə bölünürsə, onda cəm də həmin ədədə bölünür. Məsələn, 15 plus 10 bərabərdir 25-dir. 15 də 5-ə bölünür, 10 da 5-ə bölünür. Bunların cəmi 25-dir, o da 5-ə bölünür. Bax, burada da bir misal göstərib ki, 12, 18, 24. Bunların hər biri 3-ə tam bölünür. Buna görə bunların cəmi 54 də 3-ə tam bölünür. Qruplardan heç olmasa biri A ədədinə bölünürsə, onda hasil də A ədədinə bölünür. Qruplarda isə heç olmasa biri deyilir. Məsələn, 7 vur 8 bərabərdir 56-dır. Bunlardan 2-yə bölünəni hansıdır? 7 2-yə bölünmür. Amma 8 2-yə bölündüyünə görə qruplardan heç olmasa biri 56-da 2 ədədinə deməli tam bölünür. Qalıqlı bölmə indi baxaq. A ədədi B ədədinə tam bölünmürsə belə bölməyə nə deyilir? Qalıqlı bölmə deyilir. A böl B bərabərdir Q, qalıqda R. A bərabərdir B Q plus R-ə bərabər olur. A bərabərdir B Q plus R. A bərabərdir B Q plus R. Bunu yadda saxlayın. A böl B bərabərdir Q, qalıqda R. A bərabərdir B Q plus R. Burada A daxildir Z-ə, B daxildir N-ə, R 0 və 1 aralığındadır. Yəni burada qalıq 0, 0-dan böyük olmalıdır və böləndən isə az olmalıdır. Bölən B olarsa alınan bilən qalıqlar 0-dan B-yə qədərdir. B amma qalıq bölənə bərabər ola bilməz. Tam bölmə, qalıqlı bölmənin xüsusi halı olub, qalığın 0-a bərabər olduğu haldır. Buna bəzən qalıqsız bölmə də deyilir. Bölən 4 natamam qismət 2 və qalıq 1 olarsa bölünəni tapın. Bildiyimiz kimi A bərabərdir. Nəyə bərabərdir? A bərabərdir BQ plus R. Burada nədir? B bölən 4-dür. Q 1-dir. Plus Q A bərabərdir BQ. Baxın, düstura diqqət yetirək. BQ 4 vur 2 plus 1. Qalıqda 1-dir. 9 elədir. Baxın bu formada. 10 faktorial plus 1 ədədinin 15-ə bölünməsini alınan qalıq tapın. 10 faktorial nədir? 1-dən 10-a qədər bütün ədədlərin hasilidir. 15-ə bölünməsini alınan qalığı tapın. Baxın burada burada 3 və 5 olduğuna görə bu hasil 10 faktorial deməli 10 faktorial 10 faktorial demək 15-ə tam bölünür. Və əlavə olaraq 1 burada qalıq 1 qalır. Qalıq böləndən mütləq az olmalıdır. Qalıq qismətdən kiçik olarsa bölən və qismət yerini biz dəyişdirə bilərik. A böl B bərabərdir C qalıqda R. A böl C B qalıqda da R yaza bilərik. B və C-nin yerini biz dəyişdirə bilərik. Bölünən böləndən kiçik olarsa qalıq ilə bölünənin özü olar. Yəni məsələn 5 bölü 17-də 0,5 A bərabərdir R, bu da bərabərdir 5-ə. Qalıqlı bölmə zamanında bölünmə məlumatlarından istifadə etmək olar. Qalıqlı bölmə zamanı, bax əsas bunu yadınızda saxlayın ki, qalıqlı bölmə zamanı bölünmə məlumatlarından biz istifadə edə bilərik. Yəni bayaqki bölünmə məlumatlarıdır. Baxın, bunlar idi onsuz da. Baxın bu əməllər, yəni bölünmə məlumatları, baxın bunlar. Bunlardan biz qalıqlı bölmə zamanı istifadə edə bilərik. Davam edək. Bunlar elə eyni şeylərdir. Sadə və mürəkkəb ədədlər. Qarşılıqlı sadə ədədlər. Natural ədədlər bölənlərinin sayına görə 3 növə ayrılır. Bölənlərin sayı 2-dən az olan ədədlər 1, bölənlərin sayı 2 olan ədədlər. Baxın, bunlar bölənlərin sayı 2 olan ədədlər. Bunlar sadə ədədlərdir.
Bunlar isə mürəkkəb ədədlərdir. Bilənlərin sayı 2-dən çox olan ədədlər. Bu 1, sadə və mürəkkəb ədədlər. Burada natural ədədlər deməli bölündü. Bilənlərinin sayına görə bölənlərin sayı 2-dən az olan 1, yəni bölənlərin sayı 1 olan 1, sadə ədədlər bölənlərin sayı 2 olan ədədlərdir. 2-dən çox böləni olan ədədlər isə mürəkkəb ədədlərdir. Sadə ədədlər yalnız 2 böləni olan ədədlərə sadə ədədlər deyilir. Məsələn, buraya 2, 3, 5, 7, 11, 13, 17, 19 aiddir. Burada sadə ədədlərlə bağlı belə bir qayda var ki, 2 və 5-dən başqa bütün sadə ədədlərin sonu 1, 3, 7 və 9-la qurtarır. Onsuz da yəni məsələn 42 ilə bitən 42-dir, 48-dir, tutaq ki, 46-dır, 44-dür. Bunlar məsələn sonu 2, 4, 6, 8 ilə bitən mütləq 2-yə bölünür və özünə bölünür və əlavə olaraq 1-ə mütləq bölünür. Ona görə 2-dən çox böləni olduğuna görə deməli 2, 4, 6, 8 ilə bitən ədəd mütləq deməli mürəkkəb ədəddir. Ona görə də 1, 3, 7 və 9-la bitən ədədlər sadə ədəd ola bilər. Amma 1, 3, 7 və 9-la bitən bütün ədədlər hökmən sadə ədəd deyil. İndi tarixi məlumat sadə ədədlər cədvəli bizim eradan əvvəl 2000 il əvvəl yaşamış Yunan riyaziyyatçısı Eratosfen tərəfindən tərtib edilmişdir. O sadə ədədlər cədvəlini tərtib etmək üçün belə bir üsulu tətbiq etmişdir. Natural ədədləri sırayla düzmüş və biri bu sıradan çıxmışdır. Sonra 2-ni və onun bölünənləri 3-ü və onun bölünənləri 5-i və ona bölünənləri və sair silmişdir. Beləliklə Eratosfen şəbəkəsi adlanan bu üsulun köməyi ilə sadə ədədlər cədvəli meydana gəlmişdir. Sadə ədədlər sonsuzdur. Baxın bu formada göstərilir. 2 və 3-dən başqa bütün sadə ədədlər 6-nın misillərindən 1 vahid kiçik və ya 1 vahid böyükdür. Bunu da belə yadda saxlaya bilərsiniz. İndi mən sizə ədədin sadə olub olmadığının ən asan yolunu deyim, onu öz yadınızda mütləq saxlayın. Bu qaydanı mütləq öz yadınızda saxlayın. Bu qaydanı mən sizə deyirəm. Ədədin sadə olub olmamasının qaydası. Ədədin tapılma qaydası. Məsələn, tutaq ki, deyirik ki, bir qədər asan bir misal verək. Tutaq ki, 42 ədədi sadə ədəddir, yoxsa mürəkkəb ədəddir? Biz nə edirik? 42-dən kök alırıq. Elə təqribən, yəni təqribi kök alırıq, dəqiq kök ala bilmərik təbii ki. Bilirik ki, 5 dəfə 5, deməli 6 dəfə 6 36 edir, 7 dəfə 7 də neçə edir? 49 edir. Təqribən, yəni belə təqribi deyirik təbii ki. Biz dəqiq hesablaya bilmərik. Təqribən tutaq ki, 6,4-dir. Yəni indi 6,4-ə qədər bütün sadə ədədləri yazaq. 2, 3, 5. 42 2-yə bölünür? Bəli, 2-yə bölünür. 3-ə bölünür, 3-ə də bölünür. 5-ə amma bölünmür. 42 deməli 2 və 3-ə bölündüyünə görə və əlavə olaraq 1-ə də 42-yə bölündüyünə görə deməli 42 nədir? Bunları bölür. Deməli 42 nədir? Mürəkkəb ədəddir. 42 mürəkkəb ədəddir. Bu qaydanı biz uzun misallarda istifadə edə bilərik. Məsələn, burada daha böyük bir misal varmı? Yəni məsələn, tutaq ki, verib sizə deyir ki, 941 941 ədədi deyir, sadə ədəd yoxsa mürəkkəb ədəd? 941. Bunu məsələn adi qaydada hesablamaq uzun formada vaxtınız aparır. Nə edirik? 941-dən kök alırıq, təqribi kök alırıq, dəqiq yox. Təqribən baxırıq ki, nədir? 30 dəfə 30 900 edir. Eləmi? Deməli 32 vur 32
1024 edir. Yəni təqribən 30,4 deyək. 30 və 31 arasındadır bunun kökü. 30-a qədər bütün sadə ədədləri mən yazıram. 2, 3, 5, 7, sonra davam eləyək. 11, 13, 17, 23, 29. İndi baxırıq. 941 2-yə bölünmür. 3-ə bölünürmü? Yoxlayırıq. Rəqəmlərin cəminə baxıram ki, cəm burada 14-dür. Deməli 3-ə də bölünmür. Rəqəmlərin cəmi 3-ə bölünməyən ədəd, deməli 3-ə də tam bölünmür. 5-ə bölünürmü? Yox. Son rəqəmi 0 və 5 ilə bitmir. Deməli 5-ə də bölünmür. 7-yə bölünürmü? 94 plus 5, 99 7-yə bölünmür. Deməli nədir? 7-yə də bölünmür. 7-yə bölünmür. 11-ə tam bölünürmü bəs? 941-i 11-ə böləndə neçə edir? Deməli 941 11-ə böləndə evet, 41 bu da tutaq ki ya burada belə eləyək. 8 ilə 8, 88, 61 qaldı burada. 61 də 5 dəfə 55, 6 qaldı. Deməli 11-ə də tam bölünmür. 12-ə tam bölünürmü? 941-i 12-ə bölürük. Yenə də tam bölünmədi. 17-yə də tam bölünmür. 23-ə də 29-a da tam bölünmür. Deməli baxın bir qədər böyük misal idi. Deməli bu ədəd 941 ədəd nədir? Sadə ədəddir. Ona görə ki, onun kökü 941-in kökü 30,4 edir. 30,4-dən az bütün sadə ədədləri yazdıq. Həmin bu sadə ədədlərin heç birinə 941 bölünmədiyinə görə 941 ədədi deməli sadə ədəddir. Bu qaydanı mütləq yadınızda saxlayın. Belə bu formada davam edək. Baxın, hə, bu qaydanı mən izah etdim. Bu qaydanı mən izah etdim orada. Buradan da oxuya bilərsiniz. Orada isə tam formada izah etdim. Kvadratı onu aşmayan, deməli, mürəkkəb ədədlər bəs nədir? 2-dən çox bölən olan ədədlərə mürəkkəb ədədlər deyilir. Məsələn, 4, 6, 8, 9, 10, 12, 14, 15 kimi ədədlər mürəkkəb ədədlərdir. Məsələn, 4-ün bölənləri hansılardır? 1-dir, 4-dür, 1-dir, 2-dir, 4-dür. 2-dən çox böləni olduğuna görə 4 nədir? Mürəkkəb ədəddir. Mürəkkəb ədədlər həm tək, həm cüt ola bilər. Bir nə sadə, nə də mürəkkəb ədəddir. Ona görə ki, birin bir dənə sadə böləni, birin bir dənə böləni olduğuna görə bir nə sadə, nə də mürəkkəb ədəddir. Mürəkkəb ədədin sadə vurğulara ayrılışı, mürəkkəb ədədin sadə vurğuların hasi şəklində göstərilməsinə sadə vurğulara ayrılması deyilir. Baxın, 36 bərabərdir 2 üstü 2 vur 3 üstü 2-yə. Baxın, burada nəyə diqqət yetirək? Bunu mən izah edim. 36 ədədini kənarda sadə vurğulara ayıraq. 36 böl 2 18. 18 böl 2 9. 9 böl 3 3. 3 3-ə 1. 36 da bərabərdir 2 üstü 2 vur 3 üstü 2. Deməli sadə vurğulara ayrılışı 2 üstü 2 vur 3 üstü 2-dir. Sonra 75'in sadə vurğulara ayrılışı 3 vur 5'in kvadratdır. Amma 36'nın sadə vurğulara ayrılışı baxın bu deyil. Mütləq burada həmin vurğuların hər biri mütləq sadə olmalıdır. 6 sadə ədəddirmi? Yox. 6 mürəkkəb ədəddir. Ona görə də 6 burada olduğuna görə bu sadə vurğulara ayrılış deyil. Burada da 15 mürəkkəb ədəddir. Yəni bu da sadə vurğulara ayrılış deyil.
Yəni sadə vurğuları ayıranda mütləq həmin o vurğuların hər biri sadə ədəd olmalıdır. Sadə vurğuların sayı mürəkkəb ədədin bütün sadə vurğularının sayıdır. Məsələn, 36 bərabər 2 üstə 2 vur 3 üstə 2 idi. Sadə vurğuların sayı 2 plus 2 bərabərdir 4'dür. 64 bərabər 2 üstə 6'dır. Sadə vurğuların sayı 6 dənədir. Sadə bölənlərin sayı bəs nədir? Yalnız müxtəlif sadə vurğuların sayıdır. Burada da məsələn 36'da deməli 2 dənə müxtəlif sadə vurğu vardır. Sadə vurğu vardır. Ədədin sadə bölənləri ilə müxtəlif sadə vurğuları eynidir. Bunu yadınızda saxlayın. Yəni müxtəlif sadə vurğuların sayı e, sadə bölənlərin sayına bərabərdir. Burada məsələn həm 2 müxtəlif sadə vurğu vardır, həm də sadə bölənlərin sayı da 2 dənədir. Sadə bölənlə müxtəlif sadə vurğu eyni anlayışlardır. Natural bölənlərin sayı bəs nəyə bərabərdir? Qüvvətlərin üzərinə 1 gəlirik. Ədədi sadə vurğulara ayırırıq. Qüvvətlərin üzərinə 1 gəlib bir-birlərinə vururuq. Baxın burada n bərabərdir. A üstə n vur B üstə n vur C üstə K. N plus 1 vur n plus 1 vur K plus 1 natural bölənlərin sayıdır. Qüvvətlərin üzərinə baxın burada 36 bərabər 2 üstə 2 vur 3 üstə 2. Qüvvətlərin üzərinə 2 plus 1 vur 2 plus 1 o da eləyir 9. Baxın belə. Mürəkkəb bölənlərin sayı bəs nəyə bərabərdir? Ədədin natural bölənlərin sayından sadə bölənlərin sayı və 1 çıxılır. Bir nə sadə, nə də mürəkkəb ədəd olduğu üçün. Ədədin natural bölənlərin sayı nə qədərdir? Məsələn, 36-nın natural bölənlərin sayı nə qədərdir? Qüvvətlərin üzərinə 1 gəlib bir-birini vururuq. 9 dənədir. Sadə bölənlərin sayı bəs 2 dənədir? 2 dənədir. Sadə bölənlərin sayı müxtəlif sadə vurğuların sayına bərabərdir. Bu da 2 edir. Mürəkkəb bölənlərin sayı bəs nəyə bərabərdir? 9 dənə natural bölənlərin sayından 2 dənə sadə bölənlərin sayı minus 1 dənə bu 1'i çıxır. Bu da elədi 6. Sadə olmayan bölən sayı. Ədədin natural sadə olmayan bölən sayı ədədin natural bölənlərin sayından sadə bölənlərin sayı çıxılır. Yəni artıq 1'i çıxmaq lazım deyil burada. Ona görə ki 1 də sadə olmayan böləndir. 36'nın sadə olmayan bölənlərin sayı 9 minus 2 bərabərdir 7 bərabərdir. 9 dənə deməli natural bölən sayıdır. 2 dənə sadə bölən sayıdır. Natural bölənlərin sayından sadə bölənlərin sayı çıxılır. Yerdə qalır sadə olmayan bölən sayı. Tam bölənlərin sayı natural bölən sayının 2 mislidir. 2 vur n plus 1 vur n plus 1 vur k plus 1. 36'nın tam bölənlərin sayı 2 vur 9 18 eləyir. Ədədin küt natural bölənlərin sayının tapılması qaydasına indi baxırıq. Ədədi sadə vurğulara ayırıb 2 vurğuların sayını digər vurğuların sayının 1 vayd artığına vurub hesablayırıq. 120'nin küt natural bölənlərinin sayı nəyə bərabərdir? 120'ni sadə vurğulara ayırıblar. 120 bərabərdir 2 üstü 3 vur 3 üstü 3 vur 5. 2 vurğunun sayını 3 dənədir. 3'dür. 3'ü vururam. Digər vurğuların sayının üzərinə 1 əlavə edib bir-birinə vururuq. 1 plus 1 vur 1 plus 1. Bu da eləyir deməli 3 vur 2 6 6 vur 2 12 edir. Baxın düstur bu formadadır. A bərabərdir 2 üstə n vur B üstə n vur C üstə K olarsa 2 vurğunun sayını yəni N'yi vururuq. N plus 1 vur K plus 1'ə. Ümumiyyətlə natural ədədin istənilən sadə ədədlə tam bölünməsindən alınan ədədlərin sayı da eyni qayda ilə hesablanır. A bərabərdir A üstə n vur B üstə n vur C üstə K formasındadırsa A ilə bölünməsindən alınan ədədlərin sayı n vur n plus 1 vur K plus 1'ə bərabər olur. Məsələn 120'nin 5'ə bölünən natural bölənlərin sayının tapılması bu elədiyi 3 plus 1 deməli 3 plus 1 vur 1 plus 1 vur 1. Buna bərabər oldu. Vur 1. Yəni 1 plus 1 artıq 5'in üzərinə 1 plus 1 yox, yalnız 1 yazırıq. Və ya bunun tamam. Yəni baxın bunu belə də bu formada qayda formasında da sizə izah edə bilərəm. Ya tam formada yadınızda saxlaya bilərsiniz.
Bunu da deyim. Məsələn, bu tip misallar əgər verilərsə, qayıdaq eyni misal yazaq. 240-ın 240'ın 6'ya tam bölünenden natural bölenlerinin sayı. Ne dedik? 240'ı bölürsən 6'ya, deməli burada eləyir 40. 40'ın natural bölənlərinin sayını tapırsan. 40 bərabər olur 2 üstü 3 vur 5 üstü 1'e. 40'ın natural bölən sayı da eləyir 8. Burada da cevap neye bərabər olur? 8'e. 240'ın 6'ya bölünən natural bölən sayı 8'dir. Veya yani ədədin 240 olması ədədin, yəni burada hər hansı bir x ədədinin y-ə ham bölünən natural bölünənlərin sayının tapılması qaydası x-i bölürük y-ə, qalan cavab məsələn bir a verilsə a-nın natural bölünənlərinin sayını tapırıq. Bu bərabər olur x-in y-ə ham bölünən natural bölünənlərin sayına. Baxın bu formada hesablanır. Natural bölənlər, natural müsbət tam bölənlərin cəmi nəyə bərabərdir? S bərabərdir A üstü n plus 1 minus 1 bölü A minus 1. Vur B üstü n plus 1 minus 1 bölü B minus 1. Vur S üstü K plus 1 minus 1 bölü S minus 1. Yani burada da n bərabərdir A üstü n, vur B üstü n, vur S üstü K verilib. Bir düsturdur. Bunu əzbərləmək lazımdır. Yadda saxlamaq lazımdır. Sonra buraya aid məsələn bir misal verilib. Misalda tətbiq edib eyni qaydada yazıblar. Belə. Məsələn bu misalı biz özümüzdə həll eləyək. 144'ün natural bölənlərinin cəmini deməli tapaq. E, 144 144 deməli bərabərdir. 2 üstü 4 vur 3 üstü 2'ye. Natural bölənlərin cəmi nəyə bərabərdir? A üstü n A yani 2 üstü 4 plus 1 minus bölü 1 bölü 2 minus 1 vur 3 üstü 2 plus 1 minus 1 bölü 3 minus 1'e. 2 üstü 5 minus 1 31 bölü 2 vur 8 bölü 2'ye. Bu da elədi deməli 4. 4 də böldü 2'ye 2. Bu da elədi deməli 62. Qaydağı geri. Səhvlik oldu deyəsən. Burada baxın diqqətsizlik etmişim mən burada. 3 minus 1 bu 1 edir burada. İxtisar zad aparmırıq. Deməli 8 dəfə 4 32 edir. 32'ni 6 deməli 3 dəfə 2 deməli bura bu hissənin təzini hesablayın. Bir diqqətsizlik səhvi olub burada. Yenidən hesablayaq.
Bura 32 minus 1 böl 1. Vur. Eee 27 minus 1 böl 2'ye. Burada 31. Burada yer deməli 13. Bunların da hasli bize ne verir? Yani 403. Bakın bu formada hesaplanır. Yani adi bir düsturda yerine koyup hesaplayırıq. Natural veya müsbət tam bölənlərin hasili A ədədinin müsbət tam bölənlərinin sayı P olarsa, A ədədinin müsbət tam bölənlərin hasili A üstü P böl 2'ye bərabərdir. A üstü P böl 2'ye. Burada P nədir? Natural bölənlərin sayıdır. Yəni müsbət tam bölənlərin sayı. Bölürü 2'ye. A'da yəni baxın bu formada. Yəni həmin bu natural bölənlərin hasili yəni, A ədədinin natural bölənlərin hasili A üstü P bölü 2'ye bərabər olur. Bu formada hesablanır. Tam bölənlərin cəmi isə sıfıra bərabərdir. Bir də bunları yadda saxlayaq ki, sadə olmayan bölənlərin cəmi, sadə baxın burada qeyd olunub. E, Sadə qeyd olunmalıdır. Deməli, can tapaq. Hı -hı. Neyse devam edeyim. Tam bölənlərin cəmi isə sıfıra bərabərdir. Bax burada bunu qeyd ediblər. Devam edeyim. Qarşılıqlı sadə ədədlər. Birdən başqa ortaq böləni olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədləri aşağıdakı qruplara ayırmaq olar. 2 ardikili natural ədəd 14 və 15, 2 ardikili tək natural ədəd 25 və 27, 2 sadə ədəd 13 və 19, hər bir natural ədəd 1 ilə qarşılıqlı sadə ədəd təşkil edir. Sonra bir qayda vardır. N'dən kiçik, n ilə qarşılığı sadə olan ədədlərin sayı isə n vur 1 minus 1 bölü a vur 1 minus 1 bölü b vur 1 minus 1 bölü c. Burada a, b və c isə həmin o vurğulardır, sadə vurğulardır. Yəni n vur 1 minus 1 bölü a vur 1 minus 1 bölü b vur 1 minus 1 bölü c. Burada da n bərabərdir a üstü n vur b üstü n vur c üstü k'dır. Bu formada belə buna ait bir misal nümunəsi burada verilib. Sonra davam edirik. Əbob və əkobla davam edirik. Əbob və əkob. Əbob nədir? Əkob nədir? Bunlardan davam edək. Ən böyük ortaq bilən bu əbobdur. Verilmiş ədədlərinin hər birinin qalıqsız bölündüyü ən böyük ədədə əbob deyilir. Baxın burada əbobun hesablanması qaydasına fikir verək. Əbobun yəni sadə vurğulara ayırırıq əvvəl. Əbobun verilən ədədlərin yarımlıq ortaq vurğularının hasilidir. Yəni məsələn əbob 24 və 36-nı hesablayaq. Məsələn, əbob 24 və 36. Bunu hesablayaq. 24 ortaq vurğular hansılardır? 2, 2 və 3. Ortaq vurğuların hasilinə əbob deyilir. 2 vur 2 vur 3. 2'də 2 4, 4 vur 3 12. Deməli əbob nəyə bərabərdir?
2. Ortaq vurğuların hasilinə əbab ad deyilir. Bu formada, yəni belə praktik həll yolu isə budur ki, Evklit alqoritmi ilə hesablanır. Yəni ortaq vurğu biz mötərizə xaricinə çıxarda bilirik. Bu formada məsələn K-yı mötərizə xaricinə çıxardırlar və ya 24-36-da yəni Evklit alqoritmi ilə də hesablaya bilirik biz. Evklit alqoritmi belədir ki, yəni əbab 24 36 olsun. Əbab 24-ün əvəzini yazırıq. 12 vur 2. 36-nın əvəzini 12 vur 3 yazırıq. Bu da bərabər olur. Deməli 12 vur əbab 2 və 3. Qarşılıqlı sad ədədlərin əbabı 1-ə bərabərdir. 12 vur 1. Bu da elədi deməli 2-yə. Deməli əbab 12 oldu. Bir dənə də həmin bu Evklit alqoritminin bir fərqlə də bir qaydası var idi. Onu da mən sizə izah edim. Məsələn, əbab 24 və 36. Kiçiyini saxlayırıq, 24-ü saxlayırıq, böyükdən kiçiyini çıxırıq. Əbab 24 və 12. Sonra 24 minus 12 əbab 12 12. Deməli 12 12-nin də əbabı 12-yə bərabərdir. Bu qaydada buna aid məsələlər də vardır. Əbab və əqaba aid nəzər yetirək. Eni 12, uzunluğu 18 olan düzbucaqlı formasında olan kardondan heç bir itki olmadan ən az neçə eyni kvadrat formalı kardon kəsmək olar? Eni 12, uzunluğu 18-dirsə, əbabdan istifadə edirik burada. Əbab 12, 18 nəyə bərabər olur? 6-ya. Burada da nə edirik? Yəni burada müxtəlif fiqurlarından sahədən istifadə edirik. Deməli deməli 6 oldu. 6'nın kvadratı bölü 36, yəni hər birinin sahəsi 36 olan kvadratlar alınır və 12 vur 18-i bölü 36-ya. Buradan da alınır, deməli 6 dənə kvadrat alınmış olur. Bu formada Evklit alqoritmi və sair sadə məsələlərdə diqqət yetirsəz asanlıqla tapa bilərsiniz. Ortaq vurğunun mötərizə xaricinə çıxarılması sadə qaydalardır. Əqab bəs nəyə deyilir? Verilmiş ədədlərin hər birinə tam bölünən ədədlərin ən kiçiyinə əqab deyilir. Sonra əqabın hesablama qaydası verilən ədədlərin ortaq və ortaq olmayan sadə vurğuların hasili ilə hesablanır. Məsələn, əqaba aid bir nümunə verək. Bir nümunə verək indi əqaba aid. Əqab məsələn 24 və 36-nı hesablayaq. Əvvəl 24-ü də 36-da sadə vurğuların hasili şəklində göstəririk. Otuz altıdan ortaqları götürürük.
Eee, əvvəl bir dənə böyüyünü götürürük. 36 vururuq digərində ortaq olmayan. 36 vur 2 72. Deməli akıb nəyə bərabər oldu? 72. Bu formada akıb hesablanır. Belə akıbda da eyni qaydada ortaq vurğu yəni xaricidə götürüb akıbı asanlıqla biz hesablaya bilərik. Məsələn, baxın akıb 24 36-dır. Akıb 24'e 12 vur 2. 36'nı 12 vur 3. Bu da beraberdir. 12 vur. Ekop 2 vur 2 ve 3. Buradan da 12 vur 6 ve de verdi 72. Bu formada da hesaplamak var rahatlıkla. İndi əvv və əquba aid deməli sadə misallardır. Bunları ümumiyyətlə bunlara baxıb vaxt itirməyək. Yəni baxın burada məsələn əqıb 12K 15K-da ortaq 3K-nı mötərizə xaricinə çıxardıb əqıb 4 və 5 20 20-ni 3K-ya vuranda 60K edir. Belə qüvvət ilə verilərsə bu da sadə qaydada böyüyünü biz götürürük hər zaman. Əbub və əqubla əlaqəli düsturlar indi baxaq. Əbub AB vur əqub AB bərabərdir AB-yə. Əbub AB-nin kvadratı bərabərdir. Əbub A kvadrat B kvadrat. Əqub AB-nin kvadratı bərabərdir. Əqub A kvadrat B kvadrat. Ortaq olmayan sadə vurğuların hasili C-dir. C bərabərdir. Əqub AB böl Əbub AB-yə. Əqub AB bərabərdir. Əbub AB vur C-yə. Əbub AB bərabərdir. Kök altında AB böl C. Əqub AB bərabərdir. Kök altında ABC-yə. Bu da bu düsturdan alınır. Əlavə qaydada verilib ki, ABD bərabərdir C vur Əbub ABD-nin kubu. ABD-F bərabərdir C vur Əbub üstü 4. Yəni ABD-yə. A-da A-ya tam bölünərsə, yəni A ədədi B-nin böləni olarsa, Əqub AB B-yə bərabər olur, yəni böyüyü olur. Əbub AB bərabərdir A olur. B də yəni A-dan böyük olarsa Əqub böyüyü B faktorial olur. Əbub Əqub faktorial B faktorial A faktorial olur. 2 ardakı küt ədədin əbubu 2-yə Əqubun onların hasilinin yarısına bərabərdir. Əbub A böl B kəsr formasında əgər verilərsə, baxın bunların hesablama qaydasını da izah edeyim. Sizə tam aydın olsun. Əgər kəsr formasında verilərsə, Əbub və Əqub qaydalar eynidir. A böl B və C böl D. Bunu hesablayaq. Yəni yenə də ortaq vurğu mötərizə xaricinə çıxardırıq. Əbub BD-də hər tərəfi D-yə vurduq. AD və BD-də CB. Bu da bərabər oldu. 1 böl BD vur Əbub AD və CB. Bu formada. Ortaq vurğu mötərizə xaricinə çıxart və bu formada hesabla. Düsturları əzbərləmək lazım deyil. Yadınızda rahatlıqla qalar. 1 böl BD, Əbub AD BC, Əqubda da eyni qaydada. Yalnız Əqub A böl B və C böl D, Əqub AC böl Əbub B'dir. Rahat formada yadda saxlaya bilərsiniz. Burada da sadə məsələlərdir. Sadə məsələlər hamısı Əbub və Əquba aid. Bunlara demək olar baxmaq lazım deyil. Baxa bilərsiniz. Ona görə ki, yəni hamısı sadə misallardır. Belə bunlara nəzər sala bilərsiniz. Burada bir qayda var. Sonda isə bu qaydanı izah edeyim. Aha. Baxın. Faktorialı əvvəl izah edeyim ki, faktorial nədir?
Məsələn, n faktorial nədir? 1-dən n-ə qədər ədədlərin hasili n faktorialdır və 0 faktorial, yəni 1 olaraq qəbul olunur. Yəni məsələn, n faktorial bərabər 1 vur 2 vur 3 n-ə qədər. Belə 1 faktorial 1-dir, 2 faktorial 2-dir, 1 vur 2, 3 faktorial 1 vur 2 vur 3, 4 faktorial 1-dən 4-ə qədər ədədlərin hasilidir. N faktorial şəklində verilən ədədin sondakı sıfırların sayı. Degendir teoreminə əsasən. N faktorial ədədin sonundakı sıfırların sayını tapmaq üçün n ədədini 5-ə bölüb qisməti tapırıq. Alınan qismət 5-dən böyükdürsə, həmin qismət yeniyə 5-ə bölüb yeni qismət tapırıq və qismət 5-dən kiçik alınana qədər prosesi davam etdiririk. Ən sonunda alınan qismətlərin cəmi n faktorialdakı sıfırların sayına bərabər olur. Məsələn, bir n faktorial verək, 25 faktorial neçə sıfırla bitir? Diqqətlə qulaq asın. Deməli, 25 faktorial neçə sıfırla bitir? Sıfırın yaranması üçün nə lazımdır? 10 lazımdır. 10 nəyə bərabərdir? 2 vur 5-ə. 2-nin sayı onsuz da 25 faktorialda çoxdur. Biz 5-in sayını tapırıq. Buna görə də 25-i 5-ə böldüm. Deməli, 25-i bölürük 5-ə. Qaldı 5. 5-də 5, 25. Qaldı 0. 5-i bir dəfə də 5-ə bölürük. 1 dəfə 5, 5. Deməli, 5 və 1 qismət. Alınan qismətləri topla 6. Deməli, 6 alındı. Deməli, 6-nın nəyi var? 6 sıfırla bitir. 97 faktorialda neçə sıfırla bitir? Yenə 97 böl 5, 19. 19 da bölürük 5-ə 3. Topla 22 elədi. 40 faktorialda neçə 2 vuruğu vardır? Eyni qaydada gelirik. Qırx faktorialda 2 vuruğu sayın. Qırxı bölürük 2-yə. 20 elədi. 20-ni böldük 2-yə. 10 elədi. 10'u böldüm 2'ye. 5 elədi. 5'i böldüm 2'ye. 2 qalır 1 qalığa dəymə. 2 qalır elədi. Bunda 1 axırda 1 elədi. 20 plus 10 30 35 deməli 38 elədi. 2 vuruq sayı deməli burada elədi 38. 4 faktorialda neçə 3 vuruq var? Eyni qaydada gedirik. 4 faktorialında neçə 6 vuruğu var? Baxın burada da 6'nı 2 və 3 6'nı yaradır. 6'da 3 vuruğu daha azdır deyə 3 vuruğun sayını tapmaq kifayətdir. Bu da 18 dəfə 3 vuruğu iştirak edir. 6 vuruğu deməli 6 vuruğu iştirak edir. Bu misallar bu formada da verilə bilər. Belə, yəni misal formasında da verilə bilər bunlar. Bunları yadda saxlayaq. Misal formasında verilə bilər. Bunun ən sonunda bu misalda həll edim. Deməli, misal belədir ki, 50 faktorial 10 üstə n bərabərdə a olarsa, n maksimum nəyə bərabərdir? Əlli faktorial böl 10 üstə n bərabərdir m-ə. Baxın, burada qeydə diqqət etirik.
N və A N-ə daxildir. N və A N-ə, yəni natural ədədlərə daxildir. Yəni N və A hər ikisi yəni daxildir natural ədədə. Yəni N və A hər ikisi natural ədədlərə daxildir. Yəni nə deməkdir bu? Bu o deməkdir ki, yəni həm N, həm də A, yəni 50 faktorial 10 üstə n-ə tam bölünür. Yəni 50 faktorialdakı 10 vurğuların sayını tapmaq lazımdır. Bu da burada da yenə də 10 nədən ibarətdir? 2 və 5-dən. 2 sayı onsuz da çoxdur. 5-lərin sayını tapmaq burada kifayətdir. 50-ni bölürük 5-ə. 10, 10-u 5-ə bölürük. 2, bu formada 10 plus 2, 12. 12 dəfə 5 vurğu iştirak edib. 2 vurğu onsuz da çoxdur. Deməli 12 dənə, deməli n maksimum burada nəyə bərabərdir? 12-yə. Baxın bu formada hesabladıq, tapdıq. N maksimum bərabərdir 12. Belə bu formada dərsimiz bu qədərdir. Demək olar bütün misallara biz baxdıq. Modul ədəd anlayışını mən toxunmaq istəmirəm. Ona görə ki, modul ədəd anlayışı yəni onsuz yeni bir anlayışdır. Yəni bunu izah edib birinizi qarışdırmaq istəmirəm. Ona görə ki, onsuz da bu məsələləri alternativ bölünmə qaydaları ilə hesablamaq olur. İndi bundan sonraki dərsdə də natural ədədlərə aid sadədən mürəkkəbə doğru bütün miq səviyyəli sualları izah edəcəyəm. Əlavə olaraq miqə və sertifikasiya imtahanına düşmüş bütün natural ədədlərə aid sualları izah edəcəyəm. Baxın bu formada bir dənə burada deyirsən məndə Əbu və Akkuba aid bəzi məsələlər qaldı. İstəmirəm qalsınlar. Hamı izah etmək istəyirəm dərsi. İstəyirəm ən azı 1-2 məsələyə toxunum. Baxın, Əbu və Akkuba aid məsələlərə biz baxaq. Baxın, 6-cı sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə uşaq evinə ziyarətə getdilər. Onlar aldıqları 40 şokolad və 60 bulkanı həmin uşaqlar arasında bərabər böldülər. Uşaq evində ən çox neçə uşaq tərbiyə alır? Bunu əbobla tapırıq. Ona görə ki, 40 dənə şokoladı və 60 bulkanı onlar arasında böldülər. Şokolad və bulka sayı çoxdur, az deyil təbii ki. Onlar arasında böldülər. Əbob 40, 60, 20 vur, əbob 2 və 3, bu da 20 elədi. Deməli nədir? Deməli 20 dənə uşaq orada vardır. Sinifdə 20 dənə uşaq vardır. 40 böl 20, hər uşağa 2 dənə şokolad, 3 dənə də 60 böl 20, 3 dənə də bulka düşdü hər uşağa. A və B iki rəqəmli ədəddir. Əbu AB bərabər 7 olarsa, A plus B cəminin ən kiçik qiymətini hesablayın. Əbu AB bərabər 7, A bərabər 14, B bərabər 21 olduqda Əbu 14. Yəni baxın burada Əbu AB bərabər 7 olarsa, burada yəni A 14, B 21 olarsa bu ödənildir. Yəni burada yəni A burada 7K-dır. B isə 7M-dir. Baxın bu formada gedir. K2, M3 olarsa burada 14 və 21 yəni K2, M3 olarsa 14 və 21 21-in əbubu 7 edir. K və M onsuz da qarşılıqlı sada olmalıdır ki, bu formada yəni əlavə bir ortaq vuruq yaranmasın. Yəni orta vuruq yalnız 7 qalsın. Əbub 7 qalsın. Əbub 7, 14, 7 olsa da A bərabər 7 ola bilməz. Ona görə ki, 2 rəqəmli bizdən istəyir belə. Deməli, diaqramda A ədədi nəyə bərabərdir? A bərabərdir 2 üstü 3-ə bərabərdir. Bu 2-dir. 3 8-ə. Əkub AB nəyə bərabərdir? Əkub A və B. Əkub deməli burada B nəyə bərabərdir? B bərabərdir 3 üstü 2 bərabər 9-a. C bərabərdir 5-ə. Və Əkub 8 və 9. 8 və 9 qarşılıqlı sadadır. 72-yə. Əbub 8 və 5 1-ə bərabərdir.
Belə bu formada nəzərə yetirək bir məsələyə. Xətti ölçülər 2, 3 və 4 olan paralelipipedlərdən kub düzəltmək üçün ən azı neçə paralelipiped götürmək lazımdır? Yəni, hə, yəni paralelipipedlərdən kub düzəltmək lazımdır. Kubun bütün tilləri bərabərdir. Deməli, paralelipipedləri elə bil üst-üstə düzürük, nəsə edirik, bir dənə kub düzəldirik. Buna aid deməli nə etməliyik mütləq? Eee, deməli burada əkobdan biz istifadə edirik. Həmin bu 2, 3, 4-dən. Deməli əkob 2 və 3 və 4 elədi 12. Kubun tilinin uzunluğu 12'dir. Burada da V kub bərabərdir 12'nin kubu. V paralelipiped 24'tür. Onların sayını əgər tapmaq istəyiriksə neçə dənə paralelipiped götürmək lazımdır ən azı? 12'nin kubu böl 24. V kubu V paralelipipede bölürük 72. Yəni müstəvi fiqurlarında sahadan istifadə edirik. Təzə fiqurlarında isə deməli nədən? V-dən, yəni həcmdən istifadə edirik. Müstəvidə, sahədə, deməli müstəvidə sahadan istifadə edirik. Təzə fiqurlarında isə həcmdən istifadə edirik. Bir sadə misal. A və B natural ədədləri üçün A bölü B bərabərdir 4 2. Əkub AB plus Əbu AB bərabərdir 104 olarsa B minus A fərqini tapın. Burada A bərabərdir 3K, B bərabərdir 4K, Əbub 3K, 4K bərabərdir K-ya, Əkub 3K, 4K isə bərabərdir 12K-ya. Topladı elədi 13K bərabərdir 104, K bərabərdir 8-ə. B minus A da bərabərdir K-ya, bu da bərabərdir 8 olur. Əv 3'ə 4'ə və 5'ə böldüydü, qaldı 1 alınan ədəd. Əkub 3, 4, 5 plus 1, bu da 61 edir. Aha, deməli bununla da Əvu və Əkuba aid də bütün misallara biz baxdıq. Demək olar kitabda olan bütün qaydaları mən izah etdim sizə. Bütün qaydalar demək olar sizə tam aydın olmalıdır. Deməli, baxın bu formada bütün qaydaları sizə izah etdim. Natural ədədlər dərsini sizə tam izah etdim. Nəsə qaranlıq qalan bir yerdə qalsa, rəylərdə qeyd edə bilərsiniz. Məmnuniyyətlə cavablandıraram. Bu formada. Yəni natural ədədləri tam izah etdim. Bundan sonraki dərs izahında isə mən sizə natural ədədlərə aid sadədən mürəkkəbə bütün mix səviyyəli sualları izah edəcəyəm. İzləmədə qalın və abunə olub bəyənməyi də mütləq unutmayın. Sağ olun, salamat qalın.